Salam xanım. Salam. Şəmsi mənimlə görmək lazımdır. Necə görə bilərəm? Şəmsi müəllim, istəyirsiniz siz əyləşin, mən indi zəng eləyərəm, gələr. Yaxşı, sağ ol. Çok sağ ol. Salam qardaş. Aleykümselam. Bilirəm, gəlişim gözlənilməzdir. Əvvəlcədən deyim ki, iki dənə şey üçün gəlmişəm. Bir təşəkkür edirəm ki, mənə şikayət eləmədi. Bir də üzr istəməyə gəlmişəm. Mən bağışla. Şəmsi, çox yersiz və düşünülməmiş addım attım. Üzr istəyirəm. Ələş də, ələş. Laçın göndərib səni. Yox, Vidadin Zoyunçundan Laçının Eldarın xəbəri yoxdur. Vidadi sənin adındır. Onda səni xəlvət yazışan Firuzə xanım göndərmiş olar. Xəlvət yazışma nədir? Vidadi, sən mənim üstümə niyə hücum çəkdin? Yəni, kim sənə nə dedi? Qardaş, məni Eldar qızışdırdı. Dedi ki, güya səhər axşam anasına zəng eləyirsən, mesaj yazırsan, narahat edirsən. Sənin neçə yaşın var Vidadi? 45. 45 yaşlı adam kiminsə sözünə görə gedib dava edir. Yaşına başına yaraşır ay Vidadi. Qardaş, elə ona görə gəlmişəm də üzr istəyim. Sən canım bağışla məni. Allah bağışlasın. Bu xəlvət yazışma nə söhbətdir? Sən canım onu denən. Bu dəfə gedib Eldarın payını verəcəm. Ha, Eldar kimdə ki? O evdə problem Firuzə ilə Adəmdir. Adəm də o dədəsinin adıdır da, bilmirəm onları nə qədər tanıyırsan. Əvvəllər kasıb idilər. İndi hardansa əllərinə 5 manat pul keçib, yollarını azıblar. Adəm müəllim, salam əleyküm. Vidadidir danışan. Bu dəqiqə uşaqlarla bir yerdəyik. Sizin söhbət eləyirik. O işin qiyməti 5 dənədir. Vidadi, 5 dənə, yəni 5000 də düz başa düşdüm. 5 mi yox, ağsaqqal. 5 büküm, yəni 50. Alo, Bəli, cavab gəlmədi. Nə deyim uşaqlara? Cavab gözləyirlər. Vidadi, elə bil 50.000 çox oldu axı. 5 dənəyə çox deyən oğlan gəlib elə söhbət eləməz. Dolamısan məni. Camaatı yığmışam ki, iş var. Vidadi, Artıq söhbət lazım deyil. Ağzaqanat öldürmür burada. Fikirləş dəqiq cavabını de mənə. Kimle danışırdın? həmin adamla. Vidadi ne? Hə, Ne derdi? az 50.000 istəyir. Dedim, çoxdur, o dəqiqə danışıq tonu dəyişdi. Ne dedi ki? Elə bil hədə qorxu gəldi mənə.
Elə hiss elədim. Nə dedi axı? Az deyir, o işə baxan adamları yığıb, oturub danışıblar, belə qərara gəliblər ki, bəs 50 min. Az canıma bəl-bələ düşdü. Çağırıb adamları danışıblar, məni də tanıyır. Qorxuram geri çəkilərəm, başqa problem yaradarlar. Adəm, Hə, bəlkə verək. O arvad çox təhlükəli adamdır. Eldarın canı üçün Zeynəbi bura pulun yiyəsi göndərib. Gəl buna susamayaq. Rədd eləyək getsin, bizim də canımız dincəlsin. Ged oradan 5 büküm gətir. Yaxşı. Vidadi, hara gəlim, hardasan? Hə, Humay. Mane olmuram. Yox. Axşam tələsik getdin, yaddan çıxdı. Könülgilin hədiyyəsini vermədik. Doğrudan heç yadımıza düşmədi. Bir dəqiqə dayan. Qoydum oturacağın üstünə. Axşam işdən sonra aparıb verərəm. Narahat olma. Hə, geciksə dadı qaçacaq. İmkan elə apar onu bugün ver. Gəl. Oldu. Salam, nasılsın mənim? Salam əyləsin. Axşam Eldar mənim gəldi, tapdı sizi. Nə ellər? Siz getdikdən sonra gəlmişdi, sizi soruşdu. Mən də dedim ki, Şəms müəllim dəvət edib restorana getmişsiniz. Yox, gəlmədi. Eşidən kimi sağollaşdı, çıxdı. Dedim, yəqin ki, ora gedib. Başqa soruşan olmayıb məni. Başqa birisi kim gəlmişdi? Eldar müəllimin yanında bir oğlan gəlmişdi. Şəklinizi də çəkdim burada. Vidadi, Adım bilmirəm. nə vaxt gəlmişdi? Səhər mağazanı təzəcə açmışdım. O nə istəyirdi? Şəmsin müəllimin nömrəsini. Verdin? Yox, müəllim, məndə yoxdur axı nömrəsi. Demədin, niyə axtarır Şəmsini? Yox, soruşmadım, amma Şəmsin müəllimin işlədiyi restoran dedim. Əhlət şeytana. Müəllim, səhv eləmişəm, nəsə problem var. Yox, qardaş, sənin bir şey yoxdur. Hə, Laçın. Şəms hardasan? İşdəyəm, nə olub ki? Sənin yanına gəlib eləyən olmayıb? Gəlmişdi. Bilirsən kim? O, məni vuran oğlan var deyə. Sən şəklini də göndərmişdin. Nə dedi, nəyə gəlmişdi? Üzrxahlığa. Hə? Üzrxahlıq elədi, üzr istədi, peşman olmuşdu. Nə əcəb? Mərifətli oğlan imiş. Bilmirəm, bəlkə də Eldar təzdən nəsə deyib, ya Firuzə xala nəsə deyib. Nəyə o, inanmıram. Amma yenə də şükür ki, salamatçılıqdır. Sən kimlə öyrəndin? Bura gəlib, iş mənim mağazamdan işçidən soruşub. Şəmsi, gələn var, xudafizdə çək. Oldu qədər, oldu. Hələlik. Bugün gedəsi yerin yoxdur. Yenə nə tərs-tərs baxırsan? Maşın lazımdır, maşın götürmək istəyir. Gəl atı görüm mən. Hə. Afiyə sən demişdin, Körümlə restorana getməyimizi. Deməməliyəm.
Bilməsinlər qızları hardadır. Qızları qardaşının yanında. Harda olmalıdır ki? Onda niyə narahat olursan ki? Demişəm də. Eldar, qardaşıq. Kəssək kəsilməz, atsaq atılmaz. Gəl itlə pişik kimi dolanmayaq. Səncə ata ilə ana düz eləyir? Nəyi? Şəmsi ilə könül məsələsini. Səncə Şəmsi yaxşı oğlandır? Ay, mən Şəmsin ətəyində namaz qılmaq istəmirəm. Mən bazımıza görə narahatam. Könülü fikirləşirəm. Şəmsin də səhv ola bilir. Görsən, mən ideal adamlarım. Sən, mən Şəmsi kimi simizik. Ay, simizdir, xəsisdir, pulu yığır. Ondan bizə nə? Ayaz olaq, pulu kimə görə yığır? Sabah pulu ailəsinə görə xərcləyəcək də. Elə deyil. Elədir. Qulaq az, misal çəkirəm. Bax, ata. Fuldanam başını yardı, saldı xəstəxanaya. Nə dedin? Sən nəsə dedin? Amma Şəmsi könülə bir dəfə də olsun sırtıma vurmuyor. Əgər Şəmsi pis olsaydı könülə qarşı, könül bir ona təzdən meylənməzdi. Bir 2 saat bir söz deyim. O vaxt ana könülü geri qaytaranda könül uşaq idi, qanmırdı. Allaha and olsun deyirəm. Könülün indiki ağlı olardı. Anaya deyər ki, sən get, mən qalıram evimdə. Düzmü deyirəm? Bax görürsən, cavab verə bilmirsən. Deməli düz deyirəm. Bir sual da mən verim. Buyur, ver. Səncə ata yaxşı adamdır, yoxsa Həmdəmi? Düzünü deyim. Bəli, əlbəttə. Özümüzlükdə səmimi söhbət edirik, düzünü deyim. Aha. Həmid əmi ataya baxanda 5 dəfə təmkinli, özünə hörmət edən adamdır. Oturuşunu, duruşunu bilən, sözünün əvvəlini, axırını bilən. Ata səhv danışsa da elə, ata ondan böyükü də yüzünə qayıtmır. Ay, sən. Deməli, mən də Həmdəmi kimiyəm. Məndən böyüksən deyə cavab qaytarmıram. Vurursan, hovuza atırsan, ağzına gələni deyirsən, amma mən üzünə qayıtmıram. Deməli, mən də səndən təmkinliyəm. Özünə hörmət qoyan oğlanım. Afərin. İndi açarı ver, mən getməliyəm. Maşın lazım idi, mağazaya gəlmişəm. Oturanda maşının içində gördüm. Daha nə sözün var, özün deyərsən. Maşın lazım idi. Mağazaya gəlmişəm. Oturanda maşının içində gördüm. Daha nə sözün var, özün deyərsən.
şeyəm. Mən deməkdən yoruldum. Daha öz səsim öz başıma düşür. Atan gəlsin, bu dəfə ona deyəcəm. Qoy nə davası var, Adəm özü çəksin. Deyirsən dedə. Alo. Zəhrimar, hardasansa qayıt geri. Şəkli gətir bura. Gecikdi qaqaş. Ana dedi qırdım tulladım. Eldar, Ha. sən Həmid əmin kəsib atdığı dırnağı da deyirsən. Bir də təkrar edirəm. Lənət şeytana, birdən elə fikirləşərsən ki, mən yalan danışıram. Nə vaxt, nə addım atmaq istəsən bu məsələ ilə bağlı. Mən sənin yanındayım. Zeynep, dünən dedim, beynim elə yüklənib ki, fikir üstünə çıxır. İndi baxıram, dünənki söhbət bugünkünün yanında toya getməlidir. Bir sözlə deyim Həmid kişi. Bəli. Qardaşın Gilin ailəsinin nəsə böyük suçu var. O hadisədən sonra o ailədən qəti səs çıxmadı. Mən gəldim Humaya dedim ki, mən getdim qapının zəngin bastım, açan olmadı. Humaya əvvəl Firuziyə, sonra da qızına zəng elədi. Firuzə telefonu açmadı. Əmisi qız da telefonu götürdü, dedi anama zəng eləyirik, götürmür, narahat olmuşuq, gedirik evə. Sonra Humay yenə maraqlandı. Amma onlar heç nə demədilər. Ona görə deyirəm ki, nəsə o ailənin böyük suçu var. Belə baxanda Sənanın evinin qulluqçusu qardaşının evinə basqın eləyir. Əgər onların günahları yoxdursa, niyə səslərini çıxartmırlar? Ən azından Humaya deyə bilərdilər. Və heç olmasa gil eylənərdilər. Düz fikirləşmirəm. Zeynep, indi elə vəziyyətdəyəm ki, ağlım işləmir. Sən mənə biraz vaxt ver, ağlım üstümə gəlsin, hər tərəfli götür qoy eləyim, soyuq başdan qərar verim, hansı addım atsam yaxşı olar. Amma mən bu sözü Firuziyə bağışlamaram. Bu qələti heç kim bağışlamaz. Geç. Əyləş. Əllimindi.
Neçə yaşı var? Orta yaşında bir qadındır, təxminən 45-50 dəqiq bilmirəm. Şəkili telefonu var. Yox. Nə şəkil var, nə telefonu. Adı nədir? Zeynəb. Bəs necə görüm onu? Harada görə bilərəm o Zeynəbi? Ünvanını bilirəm, evini göstərə bilərəm. Əslində öz evi deyil, işlədiyi evdir. Nə işləyir ki evdə? Qulluqçu. Sifariş elədiyin adam qulluqçudur. Açı, o adla girib həmin evə göndərilmə adamdır. Başa düşdüm. İşi kim görəcəksə, gedək göstərib. Görən kimi yadında qalacaq, belə bəstə boy qadındır. Yox, olmaz. Keçən dəfə dedim axı, səni heç kim tanımamalı. Mənim özümü göstər, mən həll edəcəm. Ya, doğrudan. Biraz çok fikirləşdin, Vidadi. Problem olmaz. Yox, problem ola bilməz. Fikirləşirəm, nə vaxt görüşək, gedək göstərəsən evi. Açı, nə vaxt desəm, mən hazır onsuz da boş bekar adamam. Onda belə eləyək Adəm kişi. Əmanət aparın verim uşaqlara, hazırlığa başlasınlar. Sənə də zəng vurub xəbər eləyəcəm, münasib vaxtda görüşüb gedərik. Vidadi, canım gözüm. Bircə istəyim odur ki, məsələni uzatmayaq. Nə qədər tez eləsək, o qədər yaxşıdır. Çaydan sürətdən nəsə deyim? Yo. Allah razı olsun, heç nə lazım deyil. Onda qalxaq. Dayı deyirsən, tələsikdir. Sən çıxarılaş biraz. Mən sonra gələcəm. Bizi bir yerdə görməsinlər. Buralar tünlükdür, adam çoxdur. Haycan Vidadi, Evlər görüşməliyik, nətər eləyək? hara lazımdır gəlim də. Elə indi boşam. Yox, indi olmaz. Haradasa 1 saatdan sonra. Hə, olsun, hara gəlim? Bilirsən, hara gəl? Şəmsini vurduğum yer var idi. Hə, Orada olacağım, ora gələrsən. mənim gözlərim üstə.
Oo. Salam əleykum, salam əleykum. Əleykə salam, Şəmsi müəllim. Səndən nə əcəl? Belə qohumsan da, işdən çıxandan sonra bir dəfə də olsun məni evə çağırmadın. Özü də bilirsən, subay oğlanam. Əvvəla bacın qızı bizdədir. Könlündən keçirsə, könlü də sal yanına gəl. Bu bir. İkincisi də əvvəllər səni qapıdan qovurduq, bacadan girirdin. İndi Həmid bizə gələndən özün ayağını kəsmirsən bizdən. Ona mən neyniyim? Salam Şəmsi müəllim. Xoş gəlmisiniz. Həmişə siz gələsiniz. Salam Torul, salam. Çox sağ ol, təşəkkür edirəm. Var ol. Görsən, səndən savayı burada mənə hamı çox istəyir. İynələnməsən olmur da, hə? Yaxşı. Nə əcəb buralardasan? Salam müəllim çağırıb. Xeyirdirmi? Bilmirəm, vallahi. Bir sən də onsuz da deyən deyirsən. Otağındadır, gedə bilərsin. Bilirəm, bayaq danışmışam. Zeynəb, yanında kimsə var? Şəmsini gördüm, ağlıma bir şey gəldi. Düşəndə sən Humaydan soruş ki, Həmidlə Şəmsi küsülü deyil ki. Yox, heç nə olmayıb. İndi ağlıma gəldi ki, Həmid gələndən Şəmsi bizə ayaq basmır. Sən də Həmidi az tərifləyi, Adəmin qardaşıdır da. Onların Özümə görürəm. Niyə? Hələ heç kimlə belə söhbət eləməmişəm. Həyatımda ilk dəfədir ki, belə mövzu haqqında danışıram. Deyim niyə? Əgər ikinci dəfə ailə qurmağımın səbəbkarı sən olmasaydın, yəqin ki, bu söhbət eləməzdim. Hə, indi başa düşdüm. Ön cəbhədə vəziyyət necədir? Belə də müəllim, atəşkəsdir. Onda bir sual verim. Buyurun. Əgər məsləhət bilmirsənsə cavab vermə. Aranızda nə problem olub? Qızla niyə ayrıldınız? Bilirsiniz Sənan müəllim, ümumiyyətlə mənim könlümlə heç bir problemim olmayıb. Bütün problemlər onun valideynlərindən olub. Elə də hiss elədim. Dünən onlar çıxıb gedənə qədər qızı müşahidə elədim. Bircə dəfə səsini eşitdim. O da qardaşından soruşdu ki, anama nə olub? Hə, sakit qızıdır. İş elə gətirdi ki, mən o ailənin bütün üzvlərini tanıdım. Adəm heç onun ipinin üstünə odun yığmalı deyil. Balacaları çox cüvallaq uşaqdır. Laçın da diribaş oğlandı. Qalır bir anaları, Humaydan hələ onun haqqında yaxşı söz eşitməmişəm. Ona görə də dünən qızlarını görəndə maraq məni götürdü. Bu qız ailənin ögey uşağı deyil. Siz kimi soruşursunuz müəllim? Kimdən danışıram Şəmsi? Könüllü deyirəm də. Ha, yox müəllim, yox, öz doğma qızlarıdır. Amma deməzsən. Bilirsiniz, Laçınla könül ümumiyyətlə başqa təbiətli insanlardır. Mən deyərdim ki, onlar daha çox əmlərinə oxşayıblar. Əgər Laçın bacısını götürüb sənin məclisinə gəlirsə, dağa daşa düşmə. Valideynlərini neyinirsən? Qızla danış, götür apar evinə. Bir də deyirəm ha, əgər bayaqki söhbət olmasaydı, mən bu işə qarışmazdım. Nə bilim mənim. Görək də. Bir də deyirəm Şəmsi, Humay olmasaydı, mən bu söhbəti eləməzdim. Çox sağ olun. Nə vaxt nikah kağızını gətirib mənə göstərsən, balayı üçün istirahət səfəriniz mənim boynuma. Çox, çox.
Təşəkkür edirəm müəllim. Var olun, təşəkkür edirəm, çox sağ olun. Ümumiyyətlə, mən burada işləməsəm də həmişə sizin əlinizi çiynimin üstündə hiss eləmişəm. Çox sağ olun. O ki qaldı Natəvana, nə vaxt, nə lazım olsa de. Ehtiyac olsa səni tapşıraram da. İstəsən, atası ilə də tanış eləyərəm. Çox yaxşı kişidir. Yaxın dostumdur. Sən niyə mısmırını sallayıbsan? Laçın dinclik verir ki. İndi nə olur? Bax. Harda çəkib Eldar bunu? Laçının maşınında. Laçın çıxardı. Mən görəndə əlim ayağım əsdi. Mən dedim, sən dəli olacaqsan. Boynumu yerə soxun. Mən nə hayda, sən nə hayda. Həyəcandan ayaq üstə ölürəm. Sən Şəmsi davası çəkirsən. Niyə? Nə olub? Zəhrimar olub. Mən hara getmişdim? O boyda pulu götürüb hara getmişdim? Nə oldu? Alınmadı söhbətiniz? Az alındı ki, həyəcanlıyam da. Nə dedi? Nə danışdınız? Heç nə. Pulu götürüb apardı o adamlara verməyə. İndi də zəng gözləyirəm. Çağıran kimi gedəcəm Sənangilin evinə tərəf. Gərək gedək, dayanaq gözləyək, güdək. Zeynəb çıxanda göstərim deyim, bu adam budur. Allah kərimdir. İnanırsan, qayıdıb təzdən peşman olmağa başlayıram. Niyə? Qorxuram. Yolda gələndə gərginlikdən elə bil ayaqlarım tutuldu. Dayandım, bir xeyli gözlədim. Arada bir kürəyimdə bir göynəmə hiss eləyirəm. Elə bilirəm, ürəyim yatacaq. Bu Allah eləməsin, ay kişi. Evdə ürək dərmanı var. Hə, var. Ged ondan bir 10-15 damcı at gətir bura. Yaxşı. Bütün bədənim titriyir. 20 damcı elə. Firuzə, 20 damcı. Bu nə qələt idi, mən elədim ha. Bu nə qələt idi. Geriyə də yol yoxdur. Humay, salam, necəsən? Humay, axşam istəyəcəkdim səndən, yadımdan çıxdı. Zəhmət olmasa Laçın nömrəsini mənə göndər. Emalatxanaya dəvət eləmək istəyirəm.
Qaranlıqlar çəkilər, qaranlıqlar çəkilər. Gecə olsa ay çıxar, ay çıxar. Qaranlıqlar çəkilər, qaranlıqlar çəkilər. Gün olar, gündüz olar, gündüz olar. Şəfəq geyər düz dünya, bir dünyama qovuşar, dünyama qovuşar. Sevinç dolu yüz dünya, gün olar, gündüz olar, gündüz olar. Şəfəq geyər düz dünya, bir dünyama qovuşar, dünyama qovuşar. Sevinç dolu yüz dünya. Umay xanım. Ne olub? Umay xanım. Bəli. Atanız nəsə deyib? Atam nə deməlidir ki? Bəs niyə ağlayırsınız? Nəsə olur? İndi göndərirəm Natəvan. İndi göndərirəm. Yaxşıyam. Rahat olma Zeynəb. Laçın, sənə mesaj gəldi. Kimləndir? Bilmirəm, nömrədir. Bax da, kod yoxdur. Kimləndir? Nəyə gülürsün? Davam eləsin. Səncə oxşada bilir? Məncə biraz kök düşmüşəm. Ayıb deyə qaqaş. Birdən qızın da yanında elə söz deyərsən, xətrinə deyər. Götürsən gələ. Ən azından təşəkkür eləmək lazımdır. Mesaj yazırsan? Hə. Oxumaq olar? Əlbəttə. O neydi yazdın? Nə gördüm, o yazdım da. Ayıbdı axı, 6 kilo çox çəkimsən, nədir? Əvvəlində təşəkkür elədim də. Birdən inciyərik. Aha, cavab yazdı. Nə yazıb ki? Yazıb ki, gələndə özündən tərəzi gətirərsən. Deməli, dəvət eləyir. Nə rəngül alım? Rəssam baxın. Ondan ötürü rənglər əhəmiyyət kəsb edir. Məncə işini alma. Xoş əhvalla get, bəsdir. İndi nə yazdın? Məkan adı. Onda sənə yaxşı yol. Alo, Hardasan? Qakiyedə mağazada.
Laçın da oradadır. Yox, elə indi getdi. Nə yaxşı. Onda gəlirəm, sözüm var. Assalamu aleyküm. Ne oldu Vidadi? Ne oldu? Nasıl problem var? Gel otur. Siz nətər ailəsiniz Eydar? Sizin ailədən mən baş aça bilmirəm. Ne oldu ki? Bizim seninle münasibətimiz necə oldu ki, belə istiləşdi? Axtardın, məni tapdın. Dedin, keçmiş kürəkəniniz ananı narahat edir. Evinizə söz-söhbət düşür, düzdür? Mən də bir elli kimi sənin xahişini yerinə yetirdim. Hələ pul da təklif elədim. Dedim, ayıbdır. Yalan danışmıram ki. Yox. Gedib Şəmsi ilə görüşmüşəm. Deyir, dünənə kimi siz kasıb yaşamısınız. İndi necə varlanmışsınız, onu özünüz bilərsiniz. Deyim ki, dədən yolunu azıb. Sən də onun oğlusan da, hə? Ne olub ki? Hadi bezdirmə də, nə olub ki, nə olub ki? İmkan ver deyim də. O nə cür ev almaqda, hə? Pulu qarnında gətirsən, gödəkçənin içinə soxursan. Pulu oğurlamısan evdə, hə? Atanın, ananın xəbəri var. Sən bilirsən ki, atan mənlə görüşüb. Niye? Bilmirəm ki. Görüşüb ki səninlə. Görüşməsə demərəm də, hə? Niye? Ona görə deyirəm də, sizin ailədən baş açmıram. Sən atan gildən xəlvət pul gətirirsən, atan səndən xəlvət mənlə görüşür. Siz nətər ailəsiniz? Atam səninlə niyə görüşüb ki? Mənə deyir ki, adam var, get onu öldür. Dedi, pulu nə qədər eləyir, verirəm. Gətirdi, verdi də. Ola bilməz. İnanmıram. İnanmırsan, heç inanma. Get özündən soruş, təsdiqləyəcək. Kim bunu tutmaq istəyir ki? Tanımıram. Qadın xeylağıdır, adı da Zeynəbdir. Deyir, kiminsə evində qulluqçu işləyir. Sənin adam nətər adamdır? Onun qulluqçu işləyən qadınla nə ədəbəti ola bilər? Siz nətər ailəsiniz? Bax, indi sənə başa salıram, diqqətlə qulaq as. Söhbət eləyəndə atana da beləcə deyərsən. Mən ailəli adamam, uşaqlarım da var. Özüm də ehtiyat içində yaşayıram. Atan da soruşmuşdu, ona da demişdim. Kirayədə qalıram. Tutalım mən pula susadım, razılaşdım. Dədən məni hansı yola sürüklüyür? Nədir, kiməsə bir şillə vurmuşam? Öyle bir yuxu görürəm ne? Yuxu deyil, olanı danışıram. Get atana denən ki, onun verdiyi 50 min də öldü. Sənin verdiyin 200 min də. Dədən atlanıb düşsə, o Zeynəb kimdirsə, axtarıb tapıb deyəcəm ona. Yəqin Şəmsidən, Laçından tanıyan olar onu. Dədənin səsini yazmışam. Telefonda durur. Telefon demişkən. Nömrəniz adı da dəyişən deyiləm. Sözü varsa zəng eləsin. Sözün var? Atamı bildim. Bəs mənim günahım nədir? Mənim pulumu niyə? O sənin pulun deyil. Nə sənin pulundur, nə də atanın puludur. Nədirsə o halallıqla qazanılır.
Necəsin? Sağ ol Şems. Firuzə xala necədir? Atan yenə yalan danışır, hə? Restorana getdiyimizi bilirmiş. Ona görə də deyil. Gəl də könlüm, gəl bura gəl. Oturaq. Neçə vaxtı fürsət tapıb səninlə söhbət eləyə bilmirəm. Əlimizə imkan düşüb. Deyirəm bunu yaxşı dəyərləndirək. Üstündən nə qədər vaxt keçib. Mən hələ də başa düşə bilmirəm ki, atanla anan niyə məndən narazıdır? Düzdür, indi fikirləşdilər ki, əlinizə 5-10 manat pul keçib, güya mən ona görə meyillənmişəm. Amma biz ikimiz bilirik ki, bu belə deyil. Bu addımı birinci sən atmısan. Düzdür? Düzdür. Ay, sağ ol. Ona görə də atan deyəndə ki, mən könlünü nişanlamışam, mən çaşbaş qaldım. Sən nişanlı ola mənə niyə mesaj yazmalısan ki? Yəni, əlaqəmiz belə-belə başladı. Düz deyirəm, qadasın. Hə. İndi atan niyə yalan danışıb, nəyə görə belə eləyib ki? Adəm kişidir də, sən atamdır. Yəni, bunu müzakirə eləmək istəmirəm. Amma sən yaxşı tanıyırsan, mən nə deyim ki? Məncə vaxtı çatıb. Könül, indi biz ikimiz qərar verməliyik. Yəni, sıçan pişik oynamağın nə mənası var ki? Mən neynəməliyim? Qərar verməlisən. Girək nigaha. Tutalım, girdik nigaha. Getdik bizə. Atan anan neynəyəcək ki? Bir ay, bir il axır razılaşmalılar da. Gedək nigaha, sən xoşbəxt ol. Atanla anamın gəlib məndən üzr istəməsinə ehtiyac yoxdur. Desələr ki, qızım, tək ki sən xoşbəxt ol, elə o üzr istəmək kimi bir şeydir. Ayrıldığımız ərəfədə sənin yaşın az olub, mənim təcrübəm olmuyor. Üstündən nə qədər vaxt keçib başımız daşdan daşa dəyir. İndi qismətimizi özümüzün yazan yaşıdır. Danışdıqlarımı yalvarmaq kimi qəbul eləməyə, mən bilirəm ki, sən də meyillisən, qayıdıb ailə olmaq istəyirsən. Ona görə deyirəm. Yəni, daha doğrusu səni başa salmağa çalışıram. Bayaqdan elə mən danışıram, başını salmısan aşağı. Deyir, görüm, razısan, razı deyilsən. O qədər haqlısan ki, deməyə söz tapmıram. Mən də deyim. Onda bir söz deyim, amma incim. Ailənizdə ağlına etibar elədiyin tək insan Laçındır. İstəyirsən onunla məsləhətləş. Və salam. Ama bir şartım var. Oğlumuz olsa adını Adem koymayacağıq. Olar mən də bir şey xahiş edeyim. Buyur. Sən də saqqallı qırx. Evet.
Qardaş, salam aleyküm. Aleyküm salam. Burada bir xanım var, emalatxanası olmalıdır. Bəli, ikinci mərtəbədədir. Buradan gedirəm. Hə, pleçina qapını görəcəksiniz. Sağ ol. Sağ ol. Sabahın xeyir. Çoxdan gəlmirsən? Yox, indi gəldim. Bu nə vaxtın yatmağıdır? Necə bəlkə yuxuya getmişəm. Gözlə bir dəqiqə. Bir dəqiqə yuxum dağılsın. Xətrinə dəymədi. Ərklədiyim üçün elədim. Üzünə su içiləmək deyirəm. Narahat olma. Qonaq çağırıb yatan adam elə belə oyadarlar. Sən keç, mən indi gəlirəm. Hara gedirsən? Gedim çay qızdırım içək, hə? Yox, əziyyət çəkmək istəmirəm. Ürəyim istəmir. Doğrudan buna vaxtın yatmaqdır. Axşam sən o müəllimə dedim, güya şəkli başlamışam, yağlı boyayla. Aha. Yalan demişdim. Söz altda qalmamaq üçün. Sən də dedin ki, növbəti dəvəti emalatxanaya gözləyirəm. Amma mən yox, Humay dedim. Doğrudan? Bəli. Hə. Və? Bəsi odur ki, dilimin bəlasına düşdüm. Gecə səhərə qədər işləmişəm yalancı çıxmamaq üçün. Səni əməlli cəşə salmışamış. Dəvət edirəm. Gedək, gec də olsa yemək ye. Mən sən fikirləşdiyin qədər də tənbəl adam deyilmi? Səhər gedib restoranda yemək yiyib gəlmişim. Geç. Şəkli necə bəyəndin? Nəyəsə oxşuyur? Telefonda bir söz demək olmur. Gəlmişəm orijinalına baxmağa. Hı? Güzgü çantamdadır. İndi gəlib verərəm. Oxşada bilmişəm. Gözlərimin ifadəsi xoşuma gəldi. Kədərli baxışlar. Gözlərim yol çəkir. Qəribədir. 2 il bundan əvvəlki halımı çəkmişəm. Məni tanımaya.
2 il bundan əvvəl gözlərin kimi üçün yol çəkirdik? Həbsdən çıxmaq üçün. Hayır Rəssama. Ömrümün bir hissəsini həbsə keçirmişim. Gözləmirdin, hə? Açığı yox. Ayşe'yle biraz danış. Danışmalı bir şey yoxdur. Mən orada da elə adamlar gördüm ki, həbsə düşməklərindən fəxr edirlər, qürrələnirlər. Məncə orada fəxr olması bir şey yoxdur. Düzdür, ayıb da deyil. Məsələn, mən bir dora qayıtmaq istəmirəm. Hə, bir də onu deyim. Ən vacib məqam. Bilmirəm, cinayət törədib ora düşən adamlar nə fikirləşirlər. Amma mən orada keçirdiyim aylara, illərə təəssüflənmirəm. Çünki o addımın adı fədakarlıq idi. Fədakarlıq? Kimin için? Orasını demeyeyim. Desem qürrələnməyin başqa forması olar. Məsələyə Geçmişindən utanmayan adamlara hürmət edirəm. Ama sen her dəfə görəndə təəccüblənirəm. Doğrudan. Hı? Hı. Maraqlıdır. Dünən nəylə təəccübləndirmişdim səni? Dünən rəssam olduğumu biləndə hamı çaşıb qaldı. Bircə sənə nə davrandın ki, elə bilirsən. Elə bilməyəm. Bilirdim də. Oradan. Dünən restoranda saat şəkli çəkirdim. Qəribə bir saat idi. Gəlmişdim. Gördüm səni. Hətta yaxınlaşdım da. Diqqətin şəkilli olduğu üçün məni görmədim, hiss eləmədim.